Bu gün hep sulamadın sen. O gündən bax bura. Ha, bu yaxınlarda sağ su verilmez. Sulamadın. Ne bak Bu yüzündə durur ya da. Bir aydan bir ağaçtır da. İndi bir ayda 10 gündən sonra indi bir ağaç su istəyir. Yox, su istəyir abi. Yerli sudan istifadə edənlər Birliyinin rəhbəri ilə Şəmkirin Yeni Yol kəndinin sakinləri arasındakı bu mübahisə su üstündədir. Sakinlər iddia edirlər ki, kəndə suyun gec-gec və az verilməsi onları ciddi çətinliklərlə üz-üzə qoyub. Mən su dərdindən gördüyünüz həmin yerə heç bir şey əkə bilmirəm. Həyətyanı sahəmi sulaya bilmirəm. Ayda bir dəfə mən həyətyanəmi sulayanda sevinirəm ki, ay Allah, bizim kəndimizə su gəldi. Özün gedib orada dava qırğınla suyu alıb gətirməsən mümkün deyil. Uzun müddətdir sulaya bilmirəm. Deyirlər su yoxdur, bu kəndə su buraxmırlar. Əslində su var, lakin sulamağa imkan vermirlər. Yuxarıdakı yaşayanlara su verirlər, bizə gələndən su vermirlər. Suyun da haqqını oğlum artıqlaması ilə hər sulayanda ödəyirəm. Sakinlərin sözlərinə görə suvarma kanallarından arxlarla gələn suyun kifayət etməməsi böyük sahələrlə yanaşı fərdi təsərrüfatlarda da su probleminə səbəb olub. Sakinlər deyir ki, uzun müddətdir davam edən suvarma problemi ucbatından həm bu cür həyətyanı sahələr, həm də sakinlərə pay torpaqları kimi verilmiş geniş əkin sahələri uzun müddətdir ki, istifadəsiz qalıb. Yəni orada su axarı var, amma bu tərəflərdə vətəndaşlar hamısı beləcə quru vəziyyətdədirlər. Artizan var, amma artizan da yəni ki ödəmir. Çünki vətəndaş 1750-dən ev var. 1750 evin 5 dənə artizanı var. 5 dənə. Bu 5 dənə artizan suvarmaya versin, yoxsa içməliyə versin. Ərazi üzrə fəaliyyət göstərən Damla Sudan İstifadə Edənlər Birliyinin rəhbəri isə deyir ki, hazırda dənli bitkilərin vegetasiya dövrü olduğundan əvvəlcə həmin sahələrin suvarılmasına üstünlük verilir. Sakinlərin tələbatı isə alternativ mənbədən ödənilir. Məmmədov Vəli, bu elə ən əsas odur. Onun qapısından 04B408 reper nömrəli subartizan quyumuz hal-hazırda onun qapısına da gedir, çatır. Prosto vətəndaş həmən artizandan su götürmür ki, artizanın suyu duzludur. Mənim suyum torqu ağ su ilə olmalıdır. Taxıl deyək ki, 2 aydan 3 aydan bir su istəyir da, 2 dəfə 3 dəfə su verir və salam. Amma tərəvəz belədir ki, 3 gündən bir su verilməlidir. 3 gündən də bir qrafik üzrə gəlib vətəndaşa çatmır. Qurum rəsmisi həmçinin arxların vətəndaşlar tərəfindən təmizlənməməsinin də suvarma üçün çətinlik yaratdığını iddia edib. Rasim Əziz, Fərruh Qafarov, Şəbnəm Qurbansoy, Xəzər xəbər.